Britaniyada dərc olunan Emir jurnalı tibbi araşdırmacı Norin Kassem'in araşdırmaları əsasında insan oruç tutarkən onun bədəninin daxilində hansı proseslərin baş verdiyini məlumat verən qısa videoçarx təqdim edib. Videoda bildirilir ki, insan oruç tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edir. Enerji istehsalı zamanı ən mühüm rolu qaraciyər oynayır. Qaraciyər piyləri keton cisimcikləri adlı kimyəvi preparatlara çevirərək insan enerjisinin əsas mənbəyidir. Kassemin fikrincə, detoksikasiya oruç tutmağın ən əhəmiyyətli xeyirlərindən biridir. Müntəzəm detoksikasiya prosesi zamanı insanın yoğun bağırsağı, ağciyəri, qaraciyəri, böyrək, limfatik düyünlər və dəridə olan zəhərli maddələr neytrallaşdırılır və ya təmizlənir. Yeməklərdən və ətraf mühitdən daxil olmuş və qalın ehtiyatlarda saxlanılmış kimyəvi preparatlar və toksinlər orucluq zamanı detoksikasiya prosesinin güclənməsi nəticəsində təmizlənirlər. Fiziki səviyyədə enerji və resurslar həzm sistemindən rədd edildiyinə görə insanın bədənində sağalma və bərpa prosesləri baş verir. Orucluq vaxtı metabolizmə və ümumi fiziki funksiyalar səviyyəsinin azalmasına görə bədənin temperaturunda kiçik azaldılma müşahidə olunur. Gündəlik həyatda tez-tez yüklənən həzm sistemi orucluq vaxtı daha effektiv həzm və qidalar udmaq üçün özünü bərpa edərək təmizləyir. Mədə və bağırsaq örtüyü, vəz və əzəlləri bərpa edərək lazımsız toksinləri özündən uzaqlaşdırır. Rövşən Abdurrahmanlı, Kanal 13.